sualıma cavab verin. Mən sizə bir hüquqşünas olaraq bu sualı verirəm və mən bu sualı dolğun fikir istəyirəm, qəbul edim sizə. Bax, siz çox sağ olun, xanıma kömək göstərsiniz. Birinci, xanım Azərbaycan Respublikasının vətəndaşı deyir. Sənin dinindən deyir, əqidəndən deyir, fərq yoxdur da. Ancaq belə humanistlik edirsinizsə, təşəkkür edirəm bu humanistliyiniz. Bir Azərbaycanlı və yaxud da bir insan, bir zəlil olmuş adama da belə dəstək olur. Nəyə görə, məqsədiniz nədir ki, bu xanıma dəstək olursunuz? Deməli, üzr istəyirəm, bu qədər, indi gəlin açıq notla söyləyək, biz bir-birimizə obyektiv olan fikirlərimizə hörmətlə yanaşaq. Ancaq sizin burada, mən bir hüquqşünas olaraq görürəm ki, siz burada nəsə, deməzdim maddi, pul, yox, nəsə burada əmlak məsələsi var. Bu hər şeydə əmlakın üzərində düzülərək, yığılaraq və siz də buna dəstək olursunuz ki, mən buna dəstək olub, bunun əmlakı mənə düşsün. Açıq deyirəm, mən burada bu cür görürəm. Sizin fikrinizdən razı deyiləm, bilirsiniz nəyə görə? Bax, nəyə görə, nə məqsəd var ki? Məqsəd odur ki, vəkili tutduq, düşər. Vəkillik qoyun qırağa, hüquqşünası qoyun qırağa. Mən sizə bir insan olaraq, bir hüquqşünas olaraq bu sualı verirəm, obyektiv bu sualı sizdən cavab istəyirəm ki, sizin vətəndaş deyil, bizim vətəndaş deyil. Dediniz onları. Və siz nəyə görə, nə səbəbə görə bunu xanımı müdafiə edirsiniz? Əmlakı var, o əmlakına siz yələmək istəyirsiniz ki... Nə düşünürsünüz? Bu nə üçün? Nurayna xan, bu xanım bu gün də yəlik edə bilərdi ha. Niyə edə bilmir ki? Bu xanımın pasportu yoxdur. Olmamasına görə bu xanım da istəyir ki, rəsmi qaydada etsin ki, bunun sənəti pasportu olsa, rəsmi qaydada bu xanıma versin ki, səhər xanım bu qarşı tərəf iddia etməsin ki, mənim əmlakımı, evimi versin. Siz belə düşünürsünüz. Mənim düşüncüm budur.